bu günleri yan kameramızda boşluqla. Dostlar, bu günləri e-futbol oynayacağıq. Ona görə dostlar kameranı bura qoyuram. Bunun kvadrat falan düzəltmək olmur belə. Ən yaxşı belədir. Dostlar, bu günləri bu günləri e-futbol oynayırıq. Dostlar, yarım da qalmışıq. Все. Ferdi Kadıoğlu'yla devam edirik. Ekranımda yeni açan izleyiciler için söylüyorum. Henüz gol olmadı. Dostlar, çok doğru. Samurbayev kurtulmayı başardı. Dostlar, çok donur. İşte görmürəm. Axır ki uzaqlaşdır. Dostlar, oyun çok donur. Diana oyuna koyaq. Düzələr biraz. İndi lap donur. İlerleyici bir yol buldu. Çok önemli bir müdahale. Gravenberg mücadeleden galip ayrılıyor. Arda Güler. Dostlar, bu dəqiqə çox pisdir vəziyyət. İlerlemeyi başarıyor. Ayda! Arda Güler kaleciyi aldı. Dostlar. Bu neydi ya? Dostlar, bunu atın bence belə. Kör nöqtəyə atın. Arda Güler. Arda Güler. Arda Güler. Köşe vuruşu lan ya. Geldi gol. 34. dəqiqədə. Kamera çok dönüyor. Kaleciye de insan. İçinden geçene kadar topu görme fırsatı olmadı. Şimdi Sobelet Sacasan. Öyle geçiyor. Çok değerli bir gol. Götürmeye devam Dostlar, ediyor. oynamak Güzel çok ilerledi. dönüyor. Onu gördüm, ben kameramı İlerlemeye devam bakıyorum. ediyor. İyi Şu vurdu. dostlar. Oba! Gol sevinci. Maç başlamadan bitecek gibi görünüyor. Şimdi dostlar kameranı Gerçekten düşmüştüm diye muhteşem. pişişti. Tek başına Şimdi düzeldi bence. Muhteşem bir manzara. Hem benim için de rahat Müthiş oldu. koşusunu mükemmel bir bitirişle taçlandırdı. After 38 minutes is number 27. Abi botuymuş bu. İşler epey kolaylaştı. Evet, işler iyice kızıştı değil mi? Dostlar, o iki oyun sayılmaz bence. Çünkü bot oynuyor. Topa sahipken vites şut çekiyor. Ayda. Savunma Dostlar, ben bayaq bot düzün deyirəm, botsuz oynamışdım. 16-0 utdum. Sadece dostlar, indi İlerliyor. Başarabilir mi? gördünüz dostlar, basma deyirəm. Bir tane daha. Bunda bunu Rakip böyle ne koyup olduğunu başardım. arıyor yine. Evet, kaçınılmaz son. Nasıl bu kadar dikkatsiz olabilir? Akıl almaz bir şey. Böyle bir hatadan dönüş olmayacağını biliyor olması gerek. Dostlar, rengi dəyişdirəm. Baxın, bu daha canlıdır. Bu daha canlıdır. AFK reis. Sponsor olması Honor'a buradan çok teşekkür edirəm. Yani her şeyi var. Dost, neyse çok sonra baxaq. Ama dostlar, renkler değişti. Doğrudan renkler değişti. Daha canlı oldu. Rengimiz. Ayda! Dostlar. Evet, savunmayı çok şanslı. Kusursuz budur. Arda Güler. Arda Güler. Oba. Adımlarındaki hafiflik, hareketlerindeki kararlılık, bitirişindeki netlik. Dürüst olacağım. Ben de bitiriş yapmasını istiyordum. Gerçekten başardı. Ayda, ben oraya girdim. Renklerimiz daha can. Vaxt bitti. 45 dakikası geride. İndi dostlar, bu bir yarım idi. Dostlar, bir oyuna başlayanda Bahar başka yerden başladı diye 49 gösterir. Ama indi dostlar, bakın görün ben necə atacağım. Daha git. Yüksek tempoyu daha ne kadar sürdürebilir?
Neden bilmiyorum ama karşılarını fazlasıyla elde ettiler. Yarı finalin ilk devresini geride bırakıyoruz. Dostlar az Türkiye qala durdurulamaz, çoğuduzu. yenilmez bir izlenim veriyor. Merak edenler için evet, fark gerçekten de 4. İkinci yarı başladı. Geçmeyi başardı. Görüm kimi atır. Rakibi okuyup topu çalmayı başardı. Dostlar tac oldu ama tac mən getdi taç. Ağır bastı Topu ve tutarsan ay cəsur. Topu tut, topu tut. Olanmaz gol, qoymuram mən qola, qoymuram, qaç. mücadelenin tatlı bir basitliği var. Bir yanda hırslı koşu, Mali- diğer yanda azimli savunma. Cesurca mıydı, pervasızca mıydı karar veremedim. İkisi Yenə mən, dostlar hər yerdə mənim adım düşdü. Ne qədər Melih Demiral topu kazanmak için iyi mücadele etti. dostlar səbirli olsalar qol atacam. Gördü. Düzün deyirəm, uça biləydim o videonu çəkərdim. Dostlar, birazdan mən bu ya yuxarıda mı, altda mı şeydə videolar çıxacaq. Çox danışıram deyə. Qol atmaq olmur onda. Kaleyi gördü. Və gol! Ayda! Sayınla. Dışarıda. Muhteşem bir koşu. Enerjisini göstermiş. Bu muhteşem deyirsən axı muhteşem deyil. Hoşuma gəlmir. İlk golcü değişikliğini yaptı. Kontratakta futbol oynamak istediklerinin göstergesi olabilir. Ayda, çox pis oynayıram. Öz-özümə çox əsəbləşirəm mən. Mən nə olmuşam? Paslandım deyəsən yenə. 16-0'a görə Ve direğin yanından dışarıda. Müthiş bir çaba gösterdi. dostlar çox əsəbiyəm. Belli ki şık bir şey yapmak istedi. Dostlar çox əsəbiyəm. Onda mən qoy səsi baxmayım. Çünki dostlar elə çox çətindir. Səs gəlir mənim başıma. Baxın görürsünüz bəlkə də səsə görəymiş oynayamıram. Amma mən bir yaxşı səsli. Amma əsas odur ki bu yarı finalı qazandım. Yarı finalı qazana bilməsəydim nə deyim. İşte dostlar indi bizə pozisyon təkrarı lazım deyil. Of, 70 dəqiqədir qol atamıram ya, axır çatdı. Daha doğrusu bir yarım saat falan. Yarım saat yəni oyunun saatında da. Oyunda tez gedir deyə. O dalaşırdılar onlar. Deyəsən dalaşmırlar amma gol! Cristiano Ronaldo olmasa da yenə də dostlar gol. 79-55'te. Dostlar görəsən nə deyir bu dəqiqə şey. Çünki mən dostlar səsi bağladım. Səs gəlir beynimə düşür. Oynaya bilmirəm onda. Və gol! Görürsünüz dostlar, mən nə deyirəm, səs olanda oynamaq olmur. İndi dostlar görəsən nə deyir şey. Müəllif nə deyir, hakim nə deyir. Hakim ortada gəzirdi. Dostlar, bəlkə siz səs eşidirsiniz, eşitmirsiniz, bilmirəm, amma yəni mən eşitmirəm. Çünki dediyim kimi səsi bağladım, baxın, görürsünüz. Bağlıdır səs. Əslində biraz aça bilərəm, amma və gol yenə dostlar, görürsünüz. Gol deyirsinizsə fikrinizi qola cəmləyin. Yenə çoxdan da dostlar video gəlmirdi. O da ki video çəkmək istəmişdim. Çünki YouTube nə bilim hoşlanmır. Və gol!
Ayda, neynədim mən? 90'da bitirmişəm. 90'da bitirdim amma 6 dəqiqə dostlar bonus verdi və gol gəlirdi. Yes. Yenə gol. Gol. O 91 59 90 59'dayı. 5 dəqiqə qaldı. Çünki dostlar 6 dəqiqə bonusdur. Heç bəlkə 97 də ola bilər, amma nə bilim. Yenə dostlar bu dəfə pas veririm day. Çünki dostlar çoxdandır pas vermirdim. Hayda, mən niyə pas verdim görəsən? Dostlar ona görə mən belə vaxtlarda pas vermirəm də. Boş olur bax elə dostlar pası onunla vermək lazımdır. Çünki dostlar pası əgər siz nədir? Pası əgər siz dolu olan vaxtı başqa adama verəndə onda şeydir, nədir? Bu dəfə də nə olur? Yəni boş-boşuna atırsanız elə bir topunuzu rəqibə verirsiniz və həqiqətən elə olur. Çünki əgər dostlar siz baskıda olacaqsınızsa, qabaqda adam qarşınıza gəlsə, onu tez əgər boş adama atanda onda işləyir. Amma dostlar, əgər ki siz belə deyim də, əgər siz şeydir, nədir onun adı? Əgər siz əgər siz tutam ki dostunuz, bütün dostlarınız kimləsə münaqişədədir, mübahisədədir belə deyək, onda siz topu özünüzdə saxlayın, elə daha yaxşı olur. Çünki siz o topu verirsiniz rəqibə. Ya da ki sizin qabağınıza adamlar başqa rəqiblər kəsəndə onda yenə də top gedir rəqibə. Çünki o topu tənzimləyir ki, hardan mən eləməliyəm. Dostlar, artıq çox danışdıq. Gəlirik dostlar nəyə? Final maçına. Dünya kupası. Dostlar, Dünya kupası çox gözəl. Oba! Portuqaliya gəldi. Portuqaliya. Ən güclüsüdür özdə. Biz Portuqaliya ilə necə başa çıxaq? 2607 ilə 2752-dir. Dostlar, yenməliyik biz bunu. Biz bunu doğrudan yenməliyik. Mən bunu seçirəm. O çünki gözəl görünür. Yəni, göyçək görünür. Ağ olan bizimdir. Qırmızı olan da Portuqaliyanın dostlar. Yadda saxlayın. Gəldik. Bax, mən bunu deyirdim. Baxın, Dünya kupası. Dostlar, mən bu Dünya kupasını almışam. Amma dostlar, hesabımı sildim. O da ki, Azərbaycanda oynadım. Onda da elə pis oyuncular düşmüşdü ki mənə. Sən qabağa getmə. Və uzaqlaşdırırıq. Dostlar, bu Dünya kupası mütləq mən qazanmalıyım. Çünki bu oyun məndə. Övünmək kimi olmasın, türklər demiş, bu oyun qazananı mənə. Və bir gol gəlir, cəsur bir gol atmaq istədi, amma ata bilmədi. Dostlar, girik buradan, hücumu artırırıq. Ancaq cərimə tərəfdən olacaq da yəqin ki. Çünki dostlar, dəfə mən gol atanda el atmışam və taç kimə düşür, ya da taç şeyə düşdü, Nuno Mendesə. Dostlar, çox pis oynayıram. Pas lazım deyil. Pas! Dostlar, pası verirəm. Dostlar, pas əlimdə gedir. Dostlar, indi onların beyinlərini elə çaşdıracağıq ki. Baxın.
gördünüz və bir gol atıram. Dostlar, gol mənlikdir. 1-0. Dostlar, siz səs eşidirsiniz heç. Mənə elə gəlir ki, siz səs eşitmirsiniz. Biraz artırdım. Dostlar, biraz səsi artırdım. Çünki mən də eşitmək istəyirəm nəsə. Türkiye karşılaşmadaki ilk gol atan taraf oldu. Büyük öneme sahip bir gol. Artık kaybetmeyi aklının ucundan bile geçirmeyip kazanmayı... Vay da, qolum getdi. Qolum əlimdə partladı. Qol əlimdə partladı dostlar. Qol əlimdə partladı. Dostlar, depara başlığı tutursunuz, qaçır. Amma faul da ata bilərəm, amma atmıram. Çünki dostlar, nə qədər oyunçularım var ki, qırmızı kart yemişəm. Amma köhnə hesabımda. İndi o qədər faul atmıram. Çünki qırmızı kart yeyə də bilərəm. Xəbərdarlıqda ya da sarı kart da yeyə bilərəm. Düzdür, sarı kartın özü xəbərdarlıq deməkdir, amma sözlə də xəbərdarlıq var. Oy! Və gol! Gol, gol, gol! 3 nömrə kimdir? İsmail'di, nə idi? Kim idi 3 nömrə? Haydi görmədim. Nədir? Diogenes da. Bu bir nömrədir. Amma dostlar, 53 nömrə bizim üçün işə yaradı. Onu atdı, fikrini qarışdırdı, qapı boş qaldı, bir dənə atırıq gol. Çox maraqlıdır. Dostlar, e-futbolda canlı güncəlləməni mütləq yükləyin, yoxsa onlayn oynamaq olmur. Ya dostunuzdan ya onlayn oynamaq mümkün olmur. Çünki oyuncuna güncəl və gol! Offside yemədim, yaxşı. Çünki dostlar, hər dəfə gol atanda offside yeyirəm. Bu dəfə yaxşı ki yemədim. Yarım saatdir, yəni oyunda yarım saatdir. Normalda 17 dəqiqə 30 saniyəlik oldu. 33-34 belə gedir. İndi bunu atırıq. Atma, ataydı, atdı. Dostlar, elə vites yüksəltdilər. Dostlar da feyni şeylərdir. Yəni belə maraqlanmayın. Və dediklərin hamısını bütün yerlərdə deyir. Və ayda yuxarıdan getdi. Dostlar, deyəsən mən şuta çox bastım. Dostlar, belə bir sualım var. E-futbolda pasdan şuta 3 dəfə basanda şey olur, topuq qol olur. Mən elə topuq qol eləmək istəyirəm, amma eləyə bilmirəm də. Uy! Səhv yerdən atdım. Dostum, mənim istədiyim şey bilsiz nə idi? Yandan qol atmaq. Elə bir şey mümkündür. Arda Güler bir dəfə elədi onu. Oyundakı Arda Güler. Baxın dostlar, bunu deyirəm, şut əlimdə qalır. Qol əlimdə partlayır. Tutmuşdum topu. 3 dəqiqə əlavə oldu. Dostlar, gözüm görür. Buradan idi. Məndən günah getdi dostlar. Dayanın. Yıkacam indi mən onu da. Faal olsa da olsa. Yenə də 47 oldu. Səbəbi də dostlar, görürsünüz. Sonra dostlar, önəmli anlara baxacağıq. Çünki dostlar, indi çox tezdir. Heç oyuna başlamamışıq hələ. Yəni birinci yarısı bitir. Necə ki, dərsin birinci hissəsi birinci yarım il ait tapşırıqları olur. Sonra dostlar, bu sol tərəfə gedirik. Ora mənim ən güclü yerim. Sağ tərəf biraz yaxşı deyiləm orada. Amma sol tərəfdə mən güclüyəm. Sol deyəndə mən güclənirəm. Ümidim gəlir. Ümidlənirəm, belə deyim.
Şu dostlar. Şu bakın bunun taktikası budur. Gelsiz topu alırsınız. Bakın dostlar elindeki kimi. Ve şut. Ayda şut elimde partladı. Yani elimde partladı diye ne alınmadı da o mənada. Bakın dostlar. 5-0 oldu ve Hakan Çalhanoğlu. O geçen dəfə Paraguay ilə Türkiyənin oynadığı kimi oyun, mənim elədiyim kimi oynasalardı, babacı gör nələrdə idilər. Rakipleri için aynı şeyi söyleyemeyeceğim. Bu dakikalarda yaptıkları her hamle daha büyük bir tehdit. Bitirebilecek mi? Uzaqdan üzdə. Uzaqdan attım. Dostlar uzaqdan attım mən onu. Dostlar bu indi görürsünüz bu qırmızı. Əslində o botdur. Biz botla oynayırıq əslində. Bilmirəm botdur, amma orada YZ yazılmışdı. Yəni o deməkdir ki, yəqin ki bu botdur. Çünki eFootball trademark bir də şey nədir? YZ. YZ çox güman ki botdur, yəni robot. Elə bir ChatGPT oynayır oyunu. Biz isə baxırıq. Orada belə robot işarəsinə basıldı, YZ aktivləşir. Buradakılar onsuz da deyəsən gizlidir. Bu finalı qazansam, onsa qazanacağım, amma çünki dostlar botdur, yəni bot o qədər yaxşı oynayamır. Arada qəşəngliyi tutur indiki kimi. Amma elə vaxtlar olur ki, çox səhv hərəkət edir. Top getdi, top getdi, top getdi. 62-ci radələrdə ilk ikinci vuruşunu atıram. Tam isabət. Bu nədir? Hakan Çalhanoğlu. Bu nəydi bu? Nömrələrini geri öyrənim. Fərdi Kadıoğlu'dur. Şut atan bıraq. Amma pas yekə ehtimalla. Deparla gedirik. Qaçırıq və gol! Gol deyil dostlar. Gol deyil, gol deyil, gol deyil. Mən biraz abandım deyəsən. Yəni çox tələsdim. Çox tələsdim. Dostlar çox tələsdim. Bu tələsməyimə gülürəm. O da tələsməydi. Hayda yine topu götürdüler. Oysa dostlar 7-0 bize çatamaz. Dostlar o bugün belə top orta eləmədi. Çünki mən orta eləməyə bu dəqiqə vaxtı deyil. Bu dəqiqə Dünya Kupası üstündə oynayıram. Bu çox vacibdir. Bu oyunu buraxsam, bu oyunun mənim da futbolun bir mənası qalmır. Əsas ki o qızıl medalın üstündə. Yəni medala futbol medalı deyək də kupa. Heç 72 dəqiqələrin olduğundan xəbərim yoxdur. O qədər çox gol atıram ki, dəqiqələr də yavaş-yavaş keçir. Və gol! 75-50-də, 75-49 indi 50 oldu. Kerem Aktürkoğlu gol attı və Türkiyə 9-0 olur, amma 16-0 rekoruna çatmadı. İndi o 16-0 rekoruna çatacağıq. Yəni çatmaya da bilərik. Ən az 12-yə çataq bəsdir. 16'dan yukarı olsaydı çok süper olasıydı. Hayda şuta yaxşı basmadım. Şuta yaxşı basmadım ve
Ayda. Dostlar bir de gülməli bir şey olsun mesela. Öz-özünə gol atsınlar. İşi bitirdiler gibi görünüyor. Keçən dəfə dostlar bu şeydir, nədir? Futbol oynuyoruz. Elə həmin vaxtı dostum gəl, dostumla bir də futbol oynuyoruz. Ayda öz-özünə gol atır, mənə bir hal gəlir. Elə gülürəm. Öz-özünə gol atır, öz-özünə. Elə gülürəm ki, öz-özünə gol atmaq siz nədir? Yəni çox utancaq bir şey hiss verir də. Yəni ayda. Getdi yine play crazy. 4 saniye qalır. Əgər vaxt artırması olmayacaqdısa, 4 saniye vaxtımız, 6 dəqiqə vaxtımız var. Nuno Mendes. Bunu çəkirik. Bir dənə pas vaxtında atıram. Baxın dostlar, pası belə atarlar. Pası vaxtında atarlar. Gol. 10-0. Təşkil bir dənə 0-la 100-0 olaydı, amma elə bir şey imkansızdır. 100-0 deyirsən. Əgər 2 saat, 1 saat vaxt, 2 saatın və yaxud da 2 saat, 4 saat vaxtın olursa futbolda 100 dənə qol sənin əlində nə deyir? İndi mənim gözüm elədir də. Futbolda ya ən çoxu 2 saat olur. Bir dəqiqə vaxt bitəcək. Все dostlar, vaxt bir dəqiqə. O şampiyon dostlar, keçən dəfə 0-0 olmuşdu. Ona görə bir dəfə də əlavə penaltı vuruşları eləmişdi. Penaltı qolu. Her maça özenli bir şekilde yaklaşmalarına ve maçtan maça değişen taktiklerine bayıldım. Daha fazla konuşmak isterdim ama yayın süremizin sonuna geliyoruz. Bize katıldığınız için teşekkürler. Hoşça kalın. Sporla kalın. Dostlar, sahibi olmuşuq deyəsən bunu. Biz Uğurcan. Uğurcan, sən sayəndə oldu hər şey. Dənizgül, Arda Gülər hamısına təşəkkür edirəm. Özüm belə baxanda özümün də belə şey olmağını istəyirəm, ay dostlar. Hello attendees, this is a lost children's announcement. Please keep your eyes on your children during the match at all times. 66 pasdan 59 düz olur. 6 mən də 6 pasdan 5'ini atmışım. Heç nə dostlar, sağ olun, görüşmək üzrə.